Salam, mən Xalisə. Kanalıma xoş gəlmisiniz. Bugün ilk dəfə sizinlə birlikdə Temu bağlamalarımı açırıq. Bu arada mən özüm YouTube'a yeni başlamışam. Əgər sizin üçün maraqlı olsa bəyənib, daha sonra abunə olmağı unutmayın. İlk öncə onu bildirim ki, əslində məhsullar çoxdan əlimə gəlib. Hətta çoxunu istifadə belə etmişəm. Bəyəndiklərim və bəyənmədiklərim olub. Hər birinin də kodunu paylaşacağım. Kim istəsə, yəni gedib ala bilər. İlk öncə bununla başlamaq istəyirəm. Bugün bunu bu arada mən tələbəyəm. Dərsə gedərkən istifadə etmişdim. Bunun fərqli modeli, amma eyni rəngdə. Əvvəl də sifariş vermişdim Temu'dan. Bu da var, amma eyni rəngdir. Sadəcə model fərqlidir. Siz mənə hansını yaraşdırdınız? Şərh bölməsində qeyd edərsiniz. Hər ikisinin də kodu buradadır. Bu turjdan danışmaq istəyirəm. Qara deyil, qəhvəyi turjdur. Qablaşdırması çox şirindir. Və bunu açarkən əslində bu düzüydü. Yəni belə əyri deyil idi. Mən bunu biraz əymişəm sadəcə belə vurmaq üçün. Amma belə düzdür. Çox belə nazik olduğu üçün kiprikləri çox uzun göstərir. Kodu burada. Daha sonra belə bir çil qələmi almışdım. Amma heç bəyənmədim. Çünki üzdə qəhvəyi rəng qalmır, yaşıl rəng kimi göstərir və bu hissəsi də çox tez quruyur. Yəni istifadə etməsək belə, qapağı bağlı olsa belə çox tez quruyur. Ucuz bir şeydir, amma almağa dəyməz. Daha sonra saç üçün belə maska almışam, keratin tərkibli. Bunu yuduqdan sonra saça tətbiq olunur, yaş saça. 10-15 dəqiqə saxlanılır, daha sonra yuyulur. Hələ ki istifadə etməmişəm. Edəndən sonra nəticəsini bölüşəcəm. Amma ki bunu bu videoda göstərə bilməyəcəm. Ayrıca video paylaşıb hazırlayacağım, shorts videosu olaraq. Yəni istəyən abunə olar, qarşısına çıxar həmin videom. Yəni baxa bilər, bundan istifadə edəcəm mütləq. Kodu da burada. Bunu istifadə etmişdim. Y vitaminidir. Demək olar ki, buradakı mağazalardakı ilə eyni qiymətə satılır. Hətta biraz ucuz satılır. Yəni Temu'dan ala bilərsiniz. Kod burada. Y vitaminidir. Onsuz üzə xeyrini bilirsiniz. Və üzü şişə kimi göstərməkdən əlavə üzü çox qəşəng parıldadır. Yəni alıb istifadə etmişəm. Bəyənmişəm də və shorts videosu olaraq vlog paylaşmışam. Orada göstərmişəm. Yəni istəyənlər keçid edib baxa bilər. Daha sonra geyimlərə gəlsək, bu köynəyə oxşar əlavə bir köynək almışdım. Mavi rəngli köynək. Amma çoxdan almışam. Yəni istəsəz lap əvvəl aldığım geyimləri də göstərə bilərəm. Çünki YouTube'a yenə də deyirəm, yeni başlamışam, əvvəl heç bir şey paylaşmamışam. Bu da onun kimidir. Əslində bədənə yapışan modeldir. Yəni bu tip bir köynəkdir. Bunu alsaz əgər tam bədəninizə alın, yaxşı oturacaq. Böyük razmer almayın. Belə əslində bədənə oturan bir koftadır. Kodu da burada. Bunu əslində geyinmişəm. Çox qəşəngdir həqiqətən. İlk dəfə alanda vlogun içərisində göstərmişdim. Shorts videosu olaraq paylaşmışdım YouTube'da. Ancaq ki orada bəyənməmişdim. Amma hal-hazırda onu geyinəndən sonra o qədər çox bəyəndim ki. Materialı çox qəşəngdir, sərin materialdır. Yayda çox qəşəng geyinə bilərsiniz. Belədir, rəngi falan. 90'ların vibe'ını verir. Mən də 90'ların vibe'ını verəcək hər şey demək olar ki, çox xoşlayıram. Daha sonra belə bir rubaşka almışdım. Qol hissəsi belə. Çox qəşəngdir, həqiqətən. Mən əslində rubaşkaları çox sevirəm. Və bu rubaşka da həqiqətən çox qəşəng idi. Bunu əslində qara şalvarla, cins şalvarla geyinmək olar. Nə uzun deyil, nə qısa deyil. Yəni ortadır. Uzunluğu orta uzunluqdadır. Çox qəşəngdir. Kodu da burada. Həm çox balacadır. Vanillidir. Mən bunu çox balaca düşünməmişdim. Amma heç vanil qoxusu gəlmir. Yəni heç bəyənmədim. Yəni bunu üzə də vururlar, saça da vururlar, bədənə də vururlar. Yağdır yəni. Saça vurmağı çox da mən məsləhət görmürəm. Saçı yağlı göstərə bilər. Amma üzə, hətta bədənə vuranlar var. Yəni çox da bəyənmədim. Qoxusu da o qədər də vanil qoxulu bir şey deyil. Belə bir başlığı da var. Mikrofon belədir əslində. Mikrofonu istəyəndə bura falan taxmaq olur.
Amma ki işləmədi məndə. Amma sevgilimin telefonunda çox yaxşı işləyirdi. Yəni əgər telefon Samsung falandırsa, almağa dəyər. Daha sonra Temudan aksesuar almışam. Mən bir dəfə Temudan seplər sifariş vermişdim. Çox tez qaraldı. Yəni heç 1-2 dəfə istifadə etməmişdim. Burada belə bir şey almışam, baxın. Bu parıldayır. Bu belədir. Qulağımdakı da bu formada. Bundan əlavə belə bir ayaq üçün bilərsik, yəni bu ayağa taxılır. Əslində qolbaq deyil, ayaq üçündür. Kodu isə budur. Bunu almışam. Bu nədir? Əslində bir tərəfdən yararlıdır, bir tərəfdən yararsızdır. Səbəb nədir? Məsəl üçün bu məni uzun, məni böyük göstərir. Baxın, burada bu var. Bunu açırıq, bura qoyuruq. Daha sonra bunu açırıq və bu hissəsinə də telefonu qoyuruq. Hal-hazırda əlimdə telefon yoxdur deyə göstərə bilmirəm. Və belə tutanda bu arxa fonda nə varsa, ekranı da, hətta ekranı da, məsəl üçün cizgi filminə baxırsınızsa, telefonu qoyursunuz bura, ekranı çox böyük göstərir. Bu əladır. Amma ki, biraz keyfiyyəti öldürür, yəni bulanıq görünür. Arxa fonda əgər PDF falan oxuyursunuzsa, qoya bilərsiniz və çox gözəl də oxunur. Yəni almağa dəyərmi? Dəyər, baxın, əlimi göstərim. İndi kamerada çox da bəlli deyil. Bu arada dırnaqlarım asılı olmuş bacım. Almağa dəyər, çox da ucuz bir şeydir. Yəni 3-4 manata olan bir şeydir. Maksimum 5 manata ala bilərsiniz. Daha sonra Temudan işıq almışam, amma hal-hazırda o qədər istifadə eləmişəm ki, zaretkası bitir. Yəni belə bir işıqdır. Zaretkasını da yanında göndərirlər. Yəni çox qəşəngdir. İndi zaretkası az olduğu üçün hal-hazırda zəif göstərir, amma demək olar ki, videonun çoxsunu əvvəlini ondan çəkdim. Zaretkası az olduğu üçün çox da indi bəlli deyil. Məsləhət görürəm, yəni yaxşıdır, almaq istəyənlər gedib ala bilər. Mənə yorumda yazmışdılar ki, bəs Temudan alınan çantaların heç biri qəşəng deyil. Düzdür, indiki Temu bağlamamın içində almamışam, əvvəl almışam. Amma Temudan gələn çantaları mən bəyənirəm. Hal-hazırda əlimdə bir dənəsi var, onu göstərəcəm. Bordo rəngdədir, böyük bir çantadır və çox bəyənmişəm. Materialı həqiqətən qəşəngdir, onu götürüb gəlirəm. Bu formada həm böyükdür. Əslində mən çox böyük çantaları sevirəm, çox cool gəlir mənə. Böyük çantaları sevirəm və çantalarımın demək olar ki, 70-80% böyük çantalardır. Əslində sevirəm həqiqətən. Universitetə falan gedəndə, hətta bunun içinə kompüter də yerləşər. Yəni video bəyənməyi unutmayın. Sağ olun.